Gördüğünüz kimi alt çənənin arxada qalması, üst çənənin önə doğru inkişaf eləməsi burundan çətin nəfəs almaq nəticəsində baş verir. Bunun müalicəsi üçün mütləq ortodontik aparatlardan istifadə etmək lazımdır. Bu formada olmuşdu. Amma bir neçə ay öncə gəlmiş pasiyentimiz və gördüyünüz kimi artıq bu vəziyyətdə gəlib çıxmışdı. Yəni dişlər alt çənə önə, üst çənə isə arxaya doğru və çənə genişləndirilmişdir. Bundan üçün istifadə olunan aparat bundan ibarətdir. Gördüyünüz kimi belə bir aparatdır. Aparatın xüsusiyyəti nədən ibarətdir? Deməli, keçir yuxarı çənəyə və aşağı çənə arxasındakı aparatı. Deməli, bağlam çənəni məcburi vəziyyətdə qabağa çəkir, üst çənə isə arxaya açır. Burada gördüyünüz kimi zamoklar var. Zamok vasitəsilə çənə genişlənir. Həm çənənin darlıq və dişlərin dar olduğuna görə dişlər yerləşə bilmir. Həm çənə açılır, həm də üst çənə arxaya, alt çənə isə önə doğru gedir. Məsləhət görürük ki, bunu vaxtında uşaqların kiçik yaşlarda bu aparatdan istifadə edib alt çənin arxada qalması, üst çənin isə önə çıxmasının qarşısı alınsın və bir neçə aydan sonra müalicə tamamlanır və gələcəkdə çənə əyriliklərinə səbəb olmanın qarşısını alır.